Hörmətli Prezident Cənab Ali Başkomandan, mən Vətən Müharibəsi qazisi ehtiyatda olan Baş Leytenant Mehdiquliyev İlham İslamoğlu. 2020-ci il 27 sentyabr tarixində başlanan Vətən müharibəsində iştirak etmiş, Füzuli istiqamətində düşmənin ön xəttinin yarılması tapşırığının icrasından sonra dərinlikdə yerləşən bölmələr üzərinə hücum zamanı 29 sentyabr 2020-ci il tarixində döyüş texnikamın düşmən döyüş texnikası tərəfindən vurulması nəticəsində ağır yaralanmışam. 2021-ci ilin yay aylarına qədər aparılan əməliyyatlar, stasionar və ambulator müalicələr lazım olan təsiri göstərmədiyinə görə 2021-ci ildə müvafiq maddələrə əsasən ordu sıralarından təxris olunmuşam. 2024-cü ilin noyabrına qədər həmin xəstəliklərimlə əlaqədar əlillik pensiyası almış, 2024-ün noyabrında etdiyim yeni müraciətimə isə dekabr ayında imtina qərarı göndərilmişdir. Qərardan narazı olduğum üçün instansiya üzrə yazdığım etiraz ərizəsinə cavab olaraq qəbula dəvət olunmuş və məsələnin yenidən baxılması üçün xahişimi bildirsəm də bu istiqamətdə heç bir müsbət addım atılmamışdır. Xəstəliklərin diaqnoz əlillik əlaməti aşkar etmir səbəbi kimi qeyd olunsa da, mənə bildirilən bildirişdə xəstəliklərin 2 il müddətində əlillik əlaməti verdiyini, daha sonra isə sağalıb bilmə ehtimalı olduğu bildirilmişdir. Əlillik müddətim dövründə stasionar və ambulator müalicələrdə olsam da, fiziki və psixi problemlərimlə bağlı diaqnozlarım, onları təsdiq edən lazım olan instrumental yoxlanışlar və s. olsa da, bütün bu problemlər göz ardı edilərək bizim mövcud vəziyyətimiz düzgün qiymətləndirilmir. Həm sağlamlığını, həm işini, həm peşəsini bu ölkənin ərazi bütövlüyü uğrunda itirmiş bir zabit kimi sizdən xahiş edirəm ki, bizim sağlamlığımız və əmək pensiyamızın yenidən bərpası istiqamətində lazım olan addımların atılması üçün göstərişlər verəsiniz.